Salam, əziz və dəyərli Mehim izləyiciləri. Mən ingilis dili müəlliminiz Şinarə Talıbova. Bugün sizlərə proqrama əlavə olunmuş mövzu used to və to be used to arasındakı fərqi tam detallı şəkildə izah edəcəm. İlk öncə başlayaq. Used to və to be used to. I used to. I used to. I used to. Hey, William. I used to. I used to. Used to keçmişdə etdiyimiz bir hərəkəti, lakin hal-hazırda biz o hərəkəti etmirik. Məsələn, keçmişdə mən uşaqlığımda futbol oynayardım. I used to play football in my childhood. Uşaqlığımda futbol oynayırdım, amma artıq indi oynamıram. To be used to şəxslərə görə dəyişir. I am used to, you are used to, he is used to, she is used to, it is used to, we are used to, they are used to. Fe'li isə ayıncılı olur. Məsələn, mən artıq səhər tezdən oyanmağa öyrənmişəm. I am used to waking up early in the morning. Əziz abituriyentlərimiz, kanalımıza abunə olun və dərslərimə qeydiyyatdan keçərək siz də ingilis dili üzrə biliklərinizi maksimum dərəcədə genişləndirin.